صلى الله عليه وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما بقية الله في الأرضين أرواحنا له الفداء. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم أنطقنا بالهدى وألهمنا التقوى. Geçen gün arz oldu, eğer bir insan Ramazan ayında sefere gedir ve seferi o kadar uzaklığı var ki 4 rəkətli namazların gəyi 2 rəkət qılaşaran. Hər o yerdəki musafir namazların qəsri qıla, 4 rəkətliləri 2 rəkət qıla, o mah Ramazanda oruç tuta bilməz. Və ərz oldu, səfərin başlamağında əgər günorta əzanından sonra bunun səfəri başlanır və o tərəxxüs həddindən sovulur, əzandan sonra, günorta əzanından sonra o günün orucu düzdür və gərək tuta. Amma əgər günorta əzanından qabaq gedəcəkdir, bu insan əgər gecədən niyyəti vardı ki, bu səfərə getməlidir, gecədən qərarın qoyubdur özü ilə ki, mən sabah belə bir səfərə gedəcəyəm. Onda bunun o gününün orucu batildir, tuta bilməz. Əgər günorta əzanından qabaq çıxıb getsə, o günün orucu ona oruc olmaz. Gecədən də özünün xəbəri var idi, qərarı var idi, özü ilə əhd eləm gedəcəkdi sabah. Müntəha burada bir məsələ var, buna diqqət eləmək. Onun ki, o gün orucu oruç deyir, da səfərə çıxmamış, evində sübhanə süfrəsi açanmaz ha. Açsın, yaxşı bir sübhanə yesin, mah Ramazan günü bu olmaz. Niyə? Necə ki, o səfərə gedən adam ta səfərin başlamayıb, yola düşməyib, o tərəxxüs həddindən uzaqlaşmayıb, namazların gərək tamam qılır. İndi bir adam musafirdir, evindəki namazını da şikəstə qılmaz, qəsri qılmaz ki, elə ki, çıxdı səfərə, səfərin başladı, o yerə çatdı ki, da o şəhrinin, o məntəqəsinin əzanının səsi gəlmir ora və şəhrin duvarları görüşmür, ondan o yana namazın şikəstə qılar, qəsri qılar, əgər qılsa. Amma əgər evində namaz qılır, əgər çıxdı, küçəsinin başında, məsciddə namazın qılır, geçsin də onda şikəstə qılmayacaq. Çünki henüz səfər başlanmayıb. Orucu yeməkdə bu cürdür. Da bu evində sübhanə süfrəsi açanmaz ha. Gərək hərəkət eləyə, elə ki, həddi tərəxxüsdən soğuldu, dünən də işarələdik, bugün də dedik, həddi tərəxxüs nə mənədir. Yəni o yer ki, musafirin rüxsəti var, ondan o yana namazın qəsr qılsın. Musafirin rüxsəti var, orucun açsın. Bu da bir məsələ idi. Amma əgər gecədən niyyət olmasa nə cür, bu da inşallah gələn cələsə ərz olunar. Dünənki söhbətlərdə Qur'anın vəsflərin, Qur'anın öz dilindən bəzi ayələr oxundu və deyildi.
Allah təbarəkə və Teala öz kitabında Qur'anı nə sifətlərinə bizə tanıtdırır. Əlbəttə biz şayət bunlar hamısı ovsafı Qur'anı ki biz dedik, qətən hamısı olmayacaqdır. İşarə elədik Qur'anın bəzi vəsflərinə, sifətlərinə ki, Allah Qur'anın belə tanıtdırır. Qur'an rəhmətdir, Qur'an şifadır, Qur'an hidayət kitabıdır. Özü də yəhdi lilləti hiyyə əqvəm. Qur'an rüşd kitabıdır. Qur'an bəsair kitabıdır. Qur'an nurdur, furqandır, bəyandır və şifaun lima fissudur. Bu günləri inşallah Nəhcül Bəlağədən bəzi cüməlat-ı şərifə Əmirülmüminin aleyhissalatu vesselamdan Qur'ana raci inşallah ərz olunacaq. Mən bu zat zehnimə gəlir, necə ki Qur'an bizim içimizdə məhcurdur, biz müsəlmanlar Qur'ana o cür ki gərək əhəmiyyət verək tilavətinə, mənalarının düşünməyinə və əməl eləməyinə, bir cümlədə Qur'anla rəbtimiz, irtibatımız azdır. Mütəəssifanə elə Nəhcül Bəlağə ilə də, elə Səhifə-i Səccadiyyə ilə də rəbtimiz azdır. Bu bizə vaqəən çox müsibətdir. Yəni biz müsəlmanlara müsibətdir ki, o dinimizin kitabı ilə, Əmirəlmüminin xutbələri ilə, Həzrəti Seyyid Sacidinin fərmayişləri ilə, duaları ilə və maarifi ilə səhifədə bizim fasiləmiz var, ünsümüz azdır, ünsümüz azdır. 18-ci xutbədə, hala bunu da deyim, eybi yoxdur, Zordaq Məsihi, Lübnanlı bir Məsihidir. Lübnanlı bir Məsihidir. Özü də doktorayı ədəbiyyat ərəb vardı. Yəni o ərəbin dilin hamıdan yaxşı tanıyanlərdəndir, belə deyək də. Bu Zordaq deyir, mən zahirən 200 dəfə Nəhcül Bəlağəyə Əmirəlmümini oxumuşam. 200 dəfə. Amma biz mütəəssifanə fasiləmiz var. Elə odur ki, müsəlmanların da vəzi bir cür olar da, bu problemlər olar, ailələrində, məmləkətlərində, fərdi problemləri, cəmi problemləri. Bu bər əsəri budur ki, illəti budur ki, bizim İslamdan, Qur'andan, Əhl-i Beyt fərmayişlərindən, Peyğəmbərimizin fərmayişlərindən mütəəssifanə fasiləmiz var. Həyatımız Qur'an deyən təkin, Peyğəmbər və ali Peyğəmbər deyən təkin deyir. Və bu bir dənə dəhddir. 18-ci xutbədə bəzi cümlələr budur. Və innəl Qur'an zahiruhu əniq və batinuhu əmiq. Qur'anın zahiri gözəldir, batini də dərindir, mənaları dərindir. La təfna əcaibuh və la tənqəzi qəraibuh. Qur'anın əcaibi qurtulan deyir. Qur'anın qəraibi, əsrar nəhufdə Qur'an, Qur'anda qurtulan deyir. Qur'anda qurtulan deyir. Vaqəən nə əndazədə ki, elmi qabağa gedir, nə əndazə dünya elmi cəhətindən qabağa gedir, Qur'anın əcaib və qəraibi də بیشتر aşkar olur. Hala indi yeri dəyir adam bəzi ayati ki, vaqəən əcaibdəndir bu ayat. Vaqəən əcaibdəndir bu ayat. Baz 110-cu xutbədə buyurur ki, təəlləmul və la tukşəf əl-zulumatu illə bi. O cümlə, bu cümlədə ki ərz elədim, 18-ci xutbədəndir. Və zülmətlər və qaranlıqlar
çə etiqadi qaranlıqlar, çə əxlaqi qaranlıqlar, çə günah qaranlıqları, çə adamın ailəsinin qaranlıqları, çə müsəlmanların ictimaisinin qaranlıqları aradan getməz məgər Qur'anla. 110-cu xutbədə baz buyururlar: "Təəlləmul Qur'an fəinnəhu əhsənul hədis." Qur'anı öyrənin. Qur'an yaxtıraq kəlamdır, sözdür, fərmayişdir. Hədis yəni söz. Və təfəqqəhu fih. Fiqh o dərin qanacağa deyər. Fəqihədəki fəqih deyirlər, çünki əhkamı İslamın sözlərini və mətləblərini əhkama raci dərin qanırı, dərindən qanırı. Və təfəqqəhu fid-din. Qur'anı yaxşı fəhm eləyin, yaxşı düşünün. Fəinnəhu rəbiul qulub. Qur'an ürəklərin baharıdır. Bahar deyərik də, bəli, bahar. Qur'an ürəklərin baharıdır. Rəbiul qulub. Yəni bir adam Qur'anla üns olsa, Qur'anla ülfət olsa, onun qəlbi bahari olar. Baharda nə olar? Baharda o yatan ağaçlar, yatan gölgəvərəntilər aylarlar. Duvara ölüm halından dirilik halına gələrlər. Yapraq verərlər, səmər verərlər, meyvə verərlər. İnsanın da qəlbi Qur'anla üns olsa, öcür aylar hata yatmaqdan oyanar. Qəflət yuxusundan oyanar. O ölməklikdən, zülmətdən, delmurdəcidən qurtular. Həyat olar, o həyatının mənəvi səmərləri olar o qəlbinin də. Mənəvi səmərlər olar. İnsana mərifət artırar, insana iman artırar, insana Allaha yaxın elər. Vəstəşfəv benurihi. Qur'anın nuru ilə, Qur'anın nurundan şifa alın. Fəinnəhu şifa'us sudur. Dünən ayə şərifədə oxuduq. Qur'an qəlbi, o sinədə olan dərdlər, qəlbi xoşluqların dərmanıdır. Xəstəliklərin, ruhi, qəlbi xəstəliklərin dərmanı Qur'andır. Və əhsinu tilavətəhu fəinnəhu ənfəul qəsəs. Qur'anın tilavətini də görsəyin, qəşəng oxuyun Qur'anı. Qur'an ənfəl, yəni müfid. Bəzi yerdə əhsənul qəsəs. Qur'anı özü deyir əhsənul qəsəsdir Qur'anın qəsəsləri. Burada da buyurur ənfəl. Dahi ya faydası çox olan hadisələr, cərəyanlar, hekayətlər Qur'anda deyilibdir. Bir cümlədə oxuyayım. Bu da 156-cı xutbədədir. Və əleykum bi kitabillah. Sizin üçün də Allah kitabı. Ondan məbada ayrı düşəsiz müsəlmanlar. Fəinnəhu əl-həblul mətin. Bu Allahın möhkəm ipidir. Möhkəm ipidir. Və nurul mubin. Allahın aşikar nurudur. Və şifaun nafi. Qur'an mənfəət verən şifadır. Və rəyyun naqi. İnsanın təşnəliklərin o məarifə və həqaiqə bərtərəf eləyəndir. Vəl-ismət lil-mutəməssik. Adam ki Qur'ana çəngi vura, yapışa Qur'andan, Qur'an onu hifz elər. Qolaylıqlardan, əyriliklərdən, bürüntülərdən, günahlardan, pəlitliklərdən, pisliklərdən, bədbəxtliklərdən. Qur'an vəl-ismət lil-mutəməssik və-nəcatu lil-mutəəlliq. Hər kim Qur'ana mütəəlliq ola, Qur'andan yapışa, Qur'an ona nəcat verər. Qur'an ona nəcat verər. Və la tuxliquhu kəsrətur rədd və vulucus səm'ət. Qur'an nə qədd oxuna, nə qədd adam eşidə, Qur'anın tikrarı, Qur'anı çox oxumaq, Qur'anı çox eşitmək, Qur'anı köhnətməz.
Adam hər vaxt Qur'an oxuya, təvəccüh edin. Hər vaxt Qur'an eşidə yaxçı ləhn tilavətindən ləzzət aparır. Deməz dünən eşitmişim də bin baba. Nə, taza. Yəni Qur'anı çox oxumaq, Qur'anı çox eşitmək, Qur'anı, bu da Qur'anın icazındandır ha. Adam bir zadı, bir mətləbi, bir kitabı, bir cərəyanı bir dəfə, iki dəfə, bir yazını neçə dəfə oxusa da sonra da gözündən düşər. Tazalığı yoxdur, ləzzət aparmaz. Əlbəttə bu qıssa qurtulmadı. İnşallah ömrümüz baqi qalsa, ömrümüzün inşallah davam olsa sabaha kimində, bəqiyyəsini də inşallah sabah danışarıq. Allahdan istəyirik bizim ürəklərimizi öz Qur'anı ilə və Əmirəl-Mömininin Nəhcül Bəlağəsi ilə biştirər tanıtdırsın. Bizi Qur'ana və məarif əhl-i beytə əməl eləməklığa tövfiq versin. İbadətlərimizi qəbul eləsin. Bu ayda bizi tilavət Qur'ana, Qur'anla mənus olmağa, Qur'anın məarifini düşünməğa, tilavət Qur'ana, ibadətə, nəvafilə, münacatə, bir əlbəttə o münacatı ki valqan qəlbidən nəcva ola. Bizi müvəffəq eləsin inşallah. Aqibət əmrimizi xətmi bi xeyr eləsin. İmam-ı Zaman əleyhissalamın zuhurun yaxın eləsin. Şəhəda, İmam-ı Şəhəda, əmvatımız, cəm-i hazirin əmvatı, boynumuzda haqq olanlar, üləma və məraci gözəşdə qəriq rəhmət eləsin. Və səlamu aleykum və rəhmətullah və bərəkatuh.